250 qram boranayım, 100 ml su qoyuruq ocağa. Yumşaldıktan sonra çəngəllə əzirik. 2 xörək qaşığı un, 1 çay qaşığı şeker, 1 dolu çay qaşığı maya. Karıştırırıq. 200 ml ılık süt. Sütü əlavə etdikdən sonra yaxşı qarışdırın ki, un, maya yaxşı həll olsun. Karıştırıp 10 dəqiqə mayalandırırıq. Mayalandıktan sonra 50 qram şeker, 1 çay qaşığı duz, 2 yumurta, 230 qram boranı karıştırırıq. 500 qram un, unumuzu az əlavə edirik. Ərzaqların dəqiq miqdarını videonun alt hissəsində qeyd edəcəm. 50 qram kərə yağı. Yumuşaq ələ yapışan bir xəmir olur. Xəmirimizi 1 saat mayalandırırıq. Əlimizlə biraz öfkələyirik, maya gəlməsin. Kündələrə ayırırıq. Pişirəcəyimiz qabı yağlayırıq. Kündələrimizi qaba yığırıq. 20 dəqiqə kündəyə qoyuruq. 80 qram un, 30 qram şeker, 30 qram kərə yağı umac edirik. Bir yumurtanın sarısını qarışdırıb vururuq. Hazırladığımız umacı da tökürük. Əvvəlcədən isitdiyimiz 160 dərəcəli sobada 30-35 dəqiqə bişiririk. Boranı yeməyən uşaqlarınız bu bulka reseptini çox sevəcək. Dadlı və fərqli şirniyyatlar üçün səhifəni yaddaşa verməyi unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.